Bismillahirrahmanirrahim. Elhamdülillah. Esselatu vesselamu ala Resulillah. Deməli, biz təcvidlə bağlı dərslərimizə davam edirik. Bugün inşallah dil, yəni əl-lisən və dillə bağlı olan hərfləri öyrənəcəyik. Və qeyd edək ki, dildə 10 dənə məxrəc var və bu məxrəclərdən isə 18 hərf xaric olur. Yəni 18 hərf çıxır. Və təbii ki, ən birinci o hərflərdən birincisi qaf hərfidir. Və qaf hərfi dilin boğaza yaxın olan hissəsindən çıxır. Dilin boğaza yaxın olan hissəsindən çıxır qaf. İkinci məxrəc isə ondan sonra gələn, yəni kəf hərfidir. Kəf hərfi isə qaf hərfinin məxrəcindən biraz öndə. Yəni dilin özünə yaxın. Yəni boğaza yox, dilə yaxın, yəni dilin sonuna, yəni və dilin sonunda olan yerdə tələffüz olunur, çıxır. Bu da kəf hərfidir. Üçüncü məxrəc dilin ortasıdır. Dilin ortasında cim, şin və yə hərfləri ixrac olur, xaric olur. Və cim hərfi dilin ortasını, yəni yuxarı damağa toxundurmaqla cim hərfi çıxır və bizdəki c hərfinə bənzəyir. Şin və yə hərfləri isə dilin ortasını, yəni damağın, yəni o üst tərəfinə, yəni üst damağa yaxınlaşdırmaqla və toxundurmaqla, ora yaxınlaşdırmaqla o səsi, yəni o hərfi çıxartmaq mümkündür. Yə və şin. Tam möhkəm də vurmursan üst damağa, lakin yaxınlaşdırırsan, yəni yüngül toxundurursan. Dördüncü məxrəc isə sad, daha doğrusu dad hərfidir. Dad hərfi ərəb dilinin başqa dillərdən seçən, ayıran hərflərdən sayılır. Bu dilin sağ və ya sol arxa yanı ilə qarşıda olan üst azı dişlərə, yəni yəni tərəflərin qarşısında olan, yəni sağ və ya sol, yəni dişlərin, daha doğrusu dilin, dad hərfi daha doğrusu, dilin sağ və sol arxa yanı ilə qarşısında olan üst azı dişlərinə vurmaqla, yəni toxundurmaqla çıxarılır. Məsələn, ya sağ, ya sol, dal. Və bunu yəni Peyğəmbər sallallahu aleyhi və səlləmdən başqa yəni heç kim yaxşı çıxarda bilmirdi. Bəzi rivayətlərdə gəlib ki, Ömər ibn Xattab radiyallahu anhu oxşadırdı Peyğəmbər sallallahu aleyhi və səlləmə. Beşinci məxrəc isə ləmin məxrəcidir. O da dilin, yəni onun da məxrəci, yəni dilin ucunu ön yan kəsici dişlərin kökünə toxundurmaqla olur. Ləm hərfi oradan çıxır. Və beşinci məxrəc isə nun hərfinin məxrəcidir. Bu da dilin ucu ilə qarşısındakı iki ön üst dişlərin ətlərinə vurmaqla, yəni çıxartmaq olur bu hərfi. Nun. Sonra gələn hərf məxrəc isə 7-ci məxrəcdir, radır. Bu, yəni hərf dilin ucunu yuxarı kəsici dişlərin kökünə toxundurmaqla tələffüz etmək mümkündür. Ra. 8-ci məxrəc isə tə, dəl və tadır. Bu hərflərin də məxrəci dilin ucu yuxarı kəsici dişlərin kökünə tam toxundurmaqla tələffüz olunur. Məsələn, tə və dəl və ta. Sonra gələn 9-cu məxrəc zə və ya zeyn, sin və saddır. Bu hərflər isə dilin ucunu aşağı kəsici dişlərin kökünə, yəni dəyməsi ilə, yəni damağa dəyməsi ilə tələffüz olunur. Və 10-cu məxrəc də sə, zəl və za hərfinin çıxdığı məxrəcdir. Bu hərflər yuxarı kəsici dişlərin arasından dilin azacıq çıxartması ilə tələffüz olunur
Allah Teala daha doğrusunu bilir.